Kulli yevmin aşura ve kulli ardın Kerbela. Her gün aşura, her yer Kerbeladır. Ve bugün istəyirəm yekun bir söz deyim. O da budur. Mənası budur. Hüseyin haqqın özüdür. Hüseyinlə mübarizə aparan, haqla mübarizə aparanlar kimlər idi? Dünyapərəstlər, qorxaqlar, avamlar və münafiqlər. Nə vaxtaycan bu haqq bu dörd dənənin qurbanı olur, elə bil o şəxs küfəlilərlə birgə İmam Hüseynə qarşı çıxır. O dörd amili bu haqqa qurban eləyən elə bil Hüseynin yanındadır, Hüseynlə birgədir, Əli Əkbərlə birgədir, Əli Əsqərlə birgədir, Qasimlə birgədir, düşmənlə mübarizə var. İnsan bu xislətləri özündən uzaqlaşdırmasa, İmam Zaman gələndə, İmam Zamanın dövründə olan İbn Ziyad və Yezid o xislətlərdən sui-istifadə edən o münafiqlər gözəl şəkildə insanı imamla mübarizəyə qaldırar. Odur Kərbəla hadisəsi hər il gəlir, qəflətdə olanları yuxudan oyadır, deyir qəflətdə olma, bu xislətləri özündən uzaq elə. İnsan bəzi vaxtlar qəflətdə olur. Biz bilirik dünyapərəstlik biz şeydir. Amma görürsən dünyapərəstlikdən söhbət olunandan sonra mən özüm şahid oldum, nə qədər qardaş məndən əlaqə qurdu, soruşdu məsələn bunu eləsəm haram olar yoxsa yox. Bu iş halal işdir yoxsa yox. Bir növ Kərbəla gəlir, hər il gəlir, bizə başa salır ki, istəyirsən İmam Zaman əskər olasan, gələk Hüseynin karvanına qoşulasan. Hüseynin karvanına qoşulmayan İmam Zaman əskər olamaz. Peyğəmbər də belədir. Peyğəmbər ilk növbədə gəldi, Peyğəmbərliyi verilmişdi ona, hələ mübarizə eləmədi. Peyğəmbər ilk növbədə neynədi? İnsanların dünyapərəstliyi ilə, insanların avamlığı ilə, qorxaqları şücaətlə, avamları elm və hikmətlə, dünyapərəstlərə axirətdən danışmaqla onları müəyyən qədər yetişdirdi. Ondan sonra dedi, indi mübarizə apara bilərsiniz. İndi Bədir olar, Uhud olar, Əhzab olar. Amma o vaxt deyəcən yox. İlkin mərhələ budur, insan öz dünyapərəstliyi ilə, öz avamlığı ilə, öz qorxaqlığı ilə mübarizə aparır, ondan sonra insanları da dəvət edir və başa salır. Bu ilkin mərhələdir. Mühüm məsələdir. Yoxsa münafiq gözəl istifadə edir. Peyğəmbər elə ki dünyasını dəyişdi, değişməmişdən öncə bir hədis buyurmuşdu. Dedi, İnni la əxafu alə ümməti, müminən və la müşrikən. Mən ümmətim üçün müminə görə narahat deyiləm, müşrikə görə də narahat deyiləm. Mümin aydındır, müşrikə görə də narahat deyiləm. Müşrik də aydındır kim biləsidir. Mən narahatam ümmətimin münafiqləri üçün. Mən narahat şəkildə gedirəm bu dünyada. Ümmətin münafiqləri çox gözəl şəkildə sui-istifadə edəcəklər, mənim ümmətimi pərəm-pərəm qoyacaqlar. Mən ümmətimin münafiqlərindən narahatam. Və Qədir hadisəsində də ayə ki nazil oldu, Əl-yum yəisəlləzinə kəfəru. Qədir hadisəsində nazil olan ayə belədir. Bugün kafirlər məyus oldu. Yəni İslama dair Qədirdən sonra kafirlər bir zərbə vura bilməzlər. Kafirlər məyus oldu, demir münafiqlər məyus oldu. Kafirlər məyus oldu, dedi necə mübarizə aparaq İslamla? İslamın çölündən İslamla mübarizə aparmaq qeyri-mümkündür. Gəl münafiq donu giyinək, İslamla mübarizə aparaq. Və İslamla o şəkildə mübarizə apardılar. İslamla çöldən mübarizə aparmaq qeyri-mümkün oldu. Çünki bütün gücünü sərf elədi, gördü mümkün deyil İslamla mübarizə aparmaq. Bir halda Peyğəmbər tək idi, nə qədər gücümüz vardı sərf elədik, o tək olan Peyğəmbəri yıxa bilmədik. Bundan sonra bu qədər insanlar toplaşıb bunun ətrafına, bundan sonra onu yıxmaq olar. Neyniyək? Bunların içinə girək. Peyğəmbəri yıxa bilmədilər. Daha nə qədər gücü var idi, tökdü, qoydu ortaya, Əhzab müharibəsində nə qədər qüvvəti var idi, qoydu ortaya, gördü bir şey alınmır. Neyniyək? Daha məyus oldular Qədirdə. Başqa yolla nifaq paltarı giyindilər, girdilər İslamın içində. Odur Peyğəmbərlə Əlinin müharibələri arasında fərq var idi. Peyğəmbər müşriklərlə, kafirlərlə mübarizə aparırdı. Əli la ilahə illallah deyənlərlə mübarizə aparırdı. Gəlirdilər, deyirlər, Əli onlar da namaz qılır bizdə. Bunu ilə mübarizə aparaq. Həzrət deyirlər, bəli. Onlar don giyiniblər, paltar giyiniblər.
Məgər Sufyan iman gətirmişdi? Sufyan iman gətirəndən sonra bir müharibə oldu, Rumla müsəlmanların müharibəsi. Rumlular müsəlmanlara qalib olmuşdu, deyirdi, əlhamdülillah, afərin. Gəlirdi, dururdu Həmzənin qəbrinin üstündə, vururdu ayağı ilə Həmzənin qəbrinə, deyirdi, bax, indi xilafət bizdədir. Elə ki, 3-cü xəlifə oldu, üzün tutdu Əməvilərə, dedi, daha xilafət bizim əlimizə keçdi, top kimi bir-birimizə pas ötürür. Yoxsa Yezid iman gətirmişdi ki, nə qədər insanların qanını tökdü, nə qədər səhabələrin qanını tökdü, nə qədər insanlar orada öldülər, şəhid oldular. Yezid bunu eşidən kimin sözü bu oldu? Leytə əşyahi bi bədrin şəhidu. Ey kaş mənim babalarım görəydi bunu, mən gör neynədim bunlarım. Bədirdə ölən babalarım görəydi, mən nələr edirəm bunlarım. Qırıram, qanlarını tökürəm, uşaqları öldürürəm, qadınları halal edim, üzr istəyirəm, dönə-dönə. Kaş görəydi babalarım, mən neynirəm. Eyni ilə həmən sözü Hüseyin əleyhissalam qətlə yetirəndən sonra dedi. Kaş görəydi, ay mənim babalarım, mən Hüseyninizi qətlə yetirdim. Münafiqdilər, iman gətirməyiblər. Və münafiqlər zərbə vurdu. Yoxsa Muaviyyə, Muğeyrət ibn Şöbə onu sağ əliydi. Allah ona da lənət etsin. Muğeyrət ibn Şöbə onu sağ əliydi, özü çox mundar insan idi. İkinci xəlifənin vaxtında Küfənin valisi idi. Bir dənə böyük, açıq, aydın bir günah elədi, 4 dənə şahid də gördü bunu. Mən daha deyə bilmirəm nə günah elədi. Həya edirəm, deyim nə günah elədi. Elə elədi ki, 4 nəfər də gördü hamısı. O 4 nəfərdən biri də Ziyad ibn Əbihi idi. Dünən dedim sizə, atasının oğlu Ziyad. Gəldilər, çatdırdılar ikinci xəlifəyə, bəs bu günah eləyib. 3 nəfərə dedi, siz görmüşsünüz, dedi, hə. Ziyad ibn Əbihiyə dedi, görmüşdün. O da görmüşdü, amma gizlətdi. Asır elədilər öz aralarında. Bunu bir təhər çarpdılar orada. Amma günah eləmişdi. Muaviyyə də onu sonradan gətirdi, qoydu Küfəyə hakim. Və deyirlər, tarixdə mən yaxınlarda oxuyurdum, bəzi ehtimallara əsasən Yezidin xəlifə olmasını irəli sürən bu idi. Ki, səndən sonra bu Yezid olsun Muaviyyə. O da niyə? Çünki Muaviyyə sonradan istəyirdi bunu çıxartsın Küfədən vali. Bu da bunu tutdu, gəldi, yaxınlaşdı Muaviyyə, dedi, sən niyə Yezid özündən sonra təyin eləmirsən? Dedi, bəgər meyyət eləyərlər ona, dedi, Küfə məndə. Küfə məndə. Yəni, Küfənin valisi qalır, mən meyyət eləyəcəm. İndi bu deyir, bunu tanıdınız, bu deyir bir gün, bunun oğlu deyir, bu Muğeyrət ibn Şöbənin oğlu deyir. Deyir, bir gün gördüm, atam gəldi, Muğeyrə gəldi evə, gördüm, hirsli şəkildə gəldi, qəzəbli şəkildə gəldi. Dedim, ata nə olub? Qayıtdı ki, Citu min indi əkfərin nas. Ən kafir insanın yanından gəlirəm mən. Dedim, Muaviyyənin yanından gəlirəm. Dedim, nə sözdür, nə məsələdir? Dedim, mən getdim ona dedim Muaviyyəyə. Dedim, da onsuz da nail olmuşuq hər şeyə. Da bu haşimləri qırdım, öldürdüm, da bəsdir. Da bu qədər qırmışıq, eləmişik. Qoyaq bunları kənara. Da bəsdir. Ondan sonra mənə baxdı, məni təhqir elədi Muaviyyə. Dedim, Muğeyrəm, nə vaxtaycan azanda o Peyğəmbərin adı gəlir, mən rahat olmaram. İstəyirəm o adı dəfn edeyim, o adı örtbastır edeyim, o adı çəkilməsin. Amma eləyə bilməyəcəksən. Bilirsən niyə? İndi eşidirsən yəni ki, Allah o bərzəxin pərdəsini çəksin, bir dənə eşit, əşhədü ənnə Muhammedən Rasul. Bunu eşitdin, bilin də eşit, Allah sənə lənət eləsin. Gördün, dəfn olmadı, heç vaxt da dəfn olmayacaq. Amma bu münafiqlər işlərini gördülər, qorxaqları qorxutdular və min cür yola atdılar. Uhud müharibəsində idi, gəldilər, dedilər, qadın, dedilər, atom dünyasını dəyişdi. Dedi, Peyğəmbərdən nə xəbər? Dedilər, Peyğəmbərdən nə xəbər? Dedi, xanım, biz deyirik, atom, qardaşın, yoldaşın, sən deyirsən Peyğəmbərdən nə xəbər? Dedi, bəli. Dedilər, narahat olma, yaxşıdır. Dedi, yox, gedib gözümlə görüm. Gəldi, baxdı Peyğəmbərə, gözü ilə gördü, ondan sonra tutdu üzünü Peyğəmbərə, dedi, ya Rasulallah, səni ki gördüm sağsan, bütün müsibətlər mənə kiçik oldu getdi. Kumeyl eşitmişsiniz, Əleyhisselamın sirdaşı Kumeyl. Həccad istəyirdi onu öldürsün, gizlənmişdi, çıxmırdı sən. Həccad dedi, mən bilirəm Əlinin şiyyəsini də çıxardaram çölə. Dedilər, neyinəcəksən? Dedi, mən bilirəm. Dedi, bütün insanların maaşını kesin.
Verməyin heç kimə Beytulmaldan pul. Əgər Kumeyl bunu eşitsə, qalxar ayağa. Kumeyl vicdanlı insandır. Həccac da tanıyır Kumeyl kimdir. Kumeylə xəbər çatdı. Kumeyl, sən getmisən, gizlənmisən, cəmaat maaşsız qalıb. Kumeyl durdu ayağa. Öz ayaqları ilə gəldi bunun qapısını döydü, girdi içəri. Həccac baxdı ona, tutdum səni. Dedi, tutmadın məni, ayaqlarımla gəldim qapıya. Öldürmək istəyirdin, öldür, cəmaatın maaşını kəsmə. Sufyan tutmuşdu, səhabələrdən biriydi, Zeyd idi. İndi bunu öldürməlidir, qayıtdı buna bir söz dedi. Dedi, Zeyd, dedi bəli. Dedi, Zeyd, istəyərdin indi burada Peyğəmbər olsun, sən evdə olasan, ölməyəsən. Dedi, vallah Sufyan, vallah, heç istəmirəm elə bu an Peyğəmbərin evində bir dənə tikan olsun, onun ayağı tikana batsın. Mən razıyam can verim. Hücr ibn Ədi, bunlar şücaətli insanlardır. Hücr ibn Ədi, Ələn-İslamın xas səhabələrindən idi. Həzrətdən, deyirlər, Həzrət buna demişdi, sən necə öləcəksən, Muaviyyə sən öldürəcək. Bu da gizlənmişdi, tutdular bunu. Tutandan sonra bunlar neçə nəfər idi. Dedilər, sizi öldürəcək Muaviyyə. Qəbirlərini də qazdılar, qoydular axşamda. Ya Əliyə deyin, biz Əliyini sevmirik, ya da ki, gelin dəfn. Səhər oldu, gəldilər. Nə fikir də söz. Biz dəfn edəyək sözü, yoxsa Əliyə bir söz deyə söz. Hücür qayıtdı, öldür demərəm, nə istəyirsən elə. İndi bunu öldürmək istəyirlər, Hücür qayıtdı ki, mənim əllərimi qandalla, ayağımı bağla, məni öldür, qoy qanıma bulaşım, amma qanımı silməyin, istəyirəm Sirat körpüsündə gəlim, Muaviyyə də gəlsin, bu şəkildə görüşək onunla. Həzrəti Hüseyin Əleyhisselamın yanında biri var idi, indi yadıma düşdü. Sahabəsi idi Həzrətin. Həzrət diyan qabağında birisi sahabələr idi. Diyanın qabağında mən namaz qılam. Həzrət diyanmışdı, onlar da diyanmışdı. O qədər deyir, ox atdılar, bu şəxsə ox batırdı, amma bu şəxs diyanmışdı, çəkilmirdi kənara. Amma tabı qalmamışdı, Allah şahiddir. Eşq onu saxlamışdı ayaq üstə, eşq. Elə ki, Həzrət namazını bitirdi, Əssəlamu aleykum və rəhmətullah və bərəkatuh, bu yıxıldı yerə. Yıxılandan sonra gəldi, durdu başının üstünə Həzrət. Həzrət durdu buna baxır, bu Həzrətə baxır, Həzrətə orada bir kəlmə söz dedi. Dedi, Həzrət, əvəfəytu, vəfalı olmuşam sənə. Sözü budur. Əvəfəytu, vəfalı oldum sənə. Həzrət buyurdu, vəfəytə, vəfalı oldum mən. Zərrə Hüseyndən bunlar heç nail buyurdu. Zərrə Əhl-i Beytdən bunları heç nail bilməzdi. Eşq vücudlarım bürümüşdü. Eşq canlarım bürümüşdü. Eşq qanlarına, canlarına qarışmışdı. Öldür ayrılmazdı.